Aşıq Mübariz Camaloğlu açıqlaması ilə diqqət çəkib. Publikası xəbər verir ki, o ad günü məclisinə qatılmayan bəzi tanınmış simalardan gileylənib. Aşıq bildirib ki, tədbirdə ümumilikdə 480 nəfər iştirak edib və dəvət etdiyi məşhurların bir qismi prodüserləri ilə birlikdə məclisə qatılıb. Mübariz qeyd edib ki, dəvət etdiyi bəzi şəxslərin gəlməməsi onu məyus edib. O, misal olaraq Zaur Nəbioğlu'nun adını çəkib və deyib ki, onun tədbirinə qatılmadığı halda özü daha əvvəl Zaurun məclisində iştirak edib. Aşıq əlavə edib ki, doğum günü üçün dəvətləri bir həftə öncədən göndərsə də, bəzi şəxslərin gəlməməsi suallar doğurub. Stat: Gəlməsini gözlədiyim, amma iştirak etməyənlər də çox oldu. Onlardan Zaur Nəbioğlu'nu misal çəkə bilərəm. Mən isə onun məclisinə toydan çıxıb tələsik getmişdim ki, inciməsin. Hətta pul da yazdırdım. Özü ilə oynadım. Amma o mənim doğum günümdə iştirak etmədi. Halbuki bir həftə əvvəl dəvət göndərmişdim. Adama deyərlər, niyə gəlmirsən? Statın sonu. Onun bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.